Qur'anın Ənam surəsində buyurur: Biz bu kitabda heç bir şeyə əksik qoymadıq. Əllamə Təbətəbai bu ayəni belə izah eləyir: Qur'an elə bir kitabdır ki, hər bir varlıq onun batinində öz mənşəyini tapar. Əgər Qur'an hər əməli tam açıq qayda ilə yazsaydı, insan təfəkkürdən və itaətdən uzaqlaşardı. Allah istədi ki, insan haqqa gedən yolda əməl və itaət müəllimləri ilə, yəni Peyğəmbər sallallahu və İmam əleyhissalam vasitəsilə yetişsin. İrfan baxımından buna belə deyilir: Qur'an nura bənzəyir. İmam əleyhissalam isə o nurun şüşəsidir. Nur şüşəsiz olanda insanı yandırır, amma şüşə ilə o qəlbə açıq işıq salır. Əllamə Təbətəbai deyirdi: İnsan zehni haqdan qopduğu anda özünü qorumaq üçün hər şeyi idarə etmək istəyir. Biz beynimizlə Allahı anlamağa çalışırıq, halbuki Allah ağlın deyil, təslimin sirrindədir. Seyyid Heydər Amili yazır ki, Allah uzaqda deyil, uzaq düşən qəlbin baxışıdır. Yəni Allah uzaqlaşmır, biz daxilimizin pərdəsini qanunlaşdırırıq. İrfan alimləri deyirlər ki, insan o zaman azad olur ki, fikirlərini idarə etmir, onları haqqa təslim edir.